Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Bugün mən sizə 10.06.2029 üçün olan buraxılış imtahanının suallarına izah verəcəm. Diqqətlə qulaq asaq. Birinci sualda deyir ki, y ədədini 5-ə böldükdə qalıqda 2 alınırsa, bu ifadə 5-ə böldükdə alınan qalığı tapın. Demək, biz y-i 5-ə böləndə qalıqda 2 alırıqsa, y-i biz 2-də götürə bilərik, 7-də götürə bilərik, y-i həmçinin 12, 17 və s. götürə bilərik. Hesablamanın daha rahat olması üçün biz y-i 2 götürə bilərik. Aparıb buradakı y-in yerinə qiymətini yazsaq, yəni 2-ni yazsaq, olacaq 2-nin kvadratı plus 3 vuraq 2 plus 9. 4, 6, 10, 19. Biz 19-da 5-ə bölsək, 3 dəfə qalıq qalır 4. Cavabımız olacaq 4. İkinci sualda bizdən bu ifadənin qiymətini istəyir. Bilirik ki, bu AA üst xəttlərin açılışı, yəni 6 rəqəmli ədəddir. Rəqəmlərdə hər birisi A-dır. Açılışı verəcək təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Yəni 100 mina, üstəgəl 10 mina, üstəgəl mina, 10-a, daha doğrusu 100-a, 10-a və A. Toplasaq olur 111 min, 111 A. Bölək. BB üst xəttin açılışı da verir bizə 11 B-ni. Bölək. AA 2 rəqəmli ədədində açılışı olacaq 11A. Bölək 11 B. Kəsrən bölmə xassəsindən istifadə eləsək 111 min, 111 A bölək 11 B vurulsun 11 B bölək 11 A. 11 B'lər ixtisar getdi, A'lar ixtisar getdi. 111 min 111-də 11-ə bölsək qalacaq nə qədər? 10.101 cavabımız. 10.101. Bu da D variantı. Baxaq üçüncü suala. Bizdən soruşur ki, 250 ədədi nə qədər artırmaq lazımdır ki, 10-39% 234 olsun. Gəlin baxaq görək, 39% 234 olan ədədimiz neçəymiş? 39% 234 isə 100%-imiz nə qədərdir? X. X-i tapmaq üçün 234-ü vurmalıyıq 100-ə, bölməliyik 39-a. 234-də 39-a bölsək, düşür 6 dəfə, altında 100-ə 600. Demək, biz 250-ni 600-ə gətirmək üçün həmin ədədi nə qədər artırmalıyıq? 350 vahid. Cavabımız olacaq A variantı. Və yaxud da belə də yaza bilərik. 250 plus x, yəni x qədər artırmalıyıq. 250 plus x-in də 39%-i 234-ü verəcək. Yəni 250 vurulsun. Yaza bilərik demək ikinci üsul kimi 250 plus x vur 39 böl 100 bərabərdir 234. Bunu sadələşdirib yenə də x-i 350 tapa bilərik. Bizdən dördüncü sualda demək nöqtələrdən neçəsi absoxundan aşağıda yerləşir, onu soruşur. Absoxundan aşağıda yerləşməsi üçün demək, absoxundan aşağıda yerləşməsi üçün bu şəkildə olmalıdır. Yəni 3-cü, 4-cü rübdə və yaxud da y-oxun üzərində yerləşə bilər. Yəni 3-cü, 4-cü rübdə və yaxud da y-oxun üzərində yerləşirsə, demək y-i mənfi olmalıdır. Y-i mənfi olan A nöqtəsidir, B nöqtəsidir, bir də Y nöqtəsidir. Cavabımız oldu 3 dənə. Beşinci sualda bizə deyir ki, A-B 5-dir. A da daxildir.
A da daxildir. 7, 11 aralığında. 7'ni alır, 11'i almır. B-nin ala biləcəyi tam qiymətləri istəyir bizdən, cəmlərini istəyir. Buradan biz A-nı tapsaq, A bərabərdir B plus 5 olacaq. A B plus 5 isə gətirib buradakı A-nı yerinə yazaq. Onda 7 ikisi bərabərdir B plus 5 kiçikdir 11. 5-i də sola sağa keçirə bilərik və yaxud da burada müsbət 5-də hər tərəfə -5 əlavə edə bilərik. 7 çıxılsın 5 kiçik bərabərdir B 11 çıxılsın 5. 2 kiçik bərabər oldu B-dən, o da kiçikdir 6-dan. Yəni bu şərt ödəyən B-lər 2, 3, 4 və 5. Cəmləri olacaq 14. B variantı. Burada 6-cı sualda isə nöqtələrdən hansı bu tənliyin qrafikinə aiddir? Bunun qrafikinə aiddir deyirsə, birinci bilir ki, x-in, ikinci isə y-in qiymətidir. Aparıb yerinə yazsaq, görək tənliyin sol və sağ tərəflərini bərabər edən nöqtə hansıymışsa, o olacaq. Demək, biz x-in yerinə 2, y-in yerinə 5 yazaq, görək tənliyin sol və sağ tərəfləri bərabərdirmi? 3-ü 2-yə vuranda 6, y-in yerinə 5 yazsaq, 6-dan da 5 çıxanda 1. 1 bərabər oldu mu 5-ə? Xeyr, A getdi. B variantına baxaq. X-in yerinə 3 yazsaq, y-in yerinə 8. 3-ü 3-ə vuranda 9, 8 çıxanda 1 bərabər olmadı 5-ə. Getdi. C variantına baxsaq, x-in yerinə 4, y-in yerinə 7 yazsaq, 3-ü 4-ə vuranda 12, 7-nin çıxanda 5. Bəli, ödədi. Demək, bu tənliyi ödəyən cavabımız oldu C variantı. Daha sonra 7-ci sualda tənliklər sistemindən x-y qatsını istəyir. Bu daha rahat tənliklər sistemidir. Bilirik ki, alt-alta, yəni toplama qaydasından istifadə edə bilərik. Biz bu şəkildə topladıqda 2x ilə 2x toplayanda 4x, y-ləri toplayanda 1 -1 müsbət olduğu üçün gedir. 7 ilə də 13 topladıqda 20, 4x 20-dirsə x-də olacaq 5. X-i 5 tapdıqsa, ya birincidə, ya da ikinci tənlikdə yerinə yazıb y tapa bilərik. 2-ni 5-ə vurduqda 10, 10 plus y 13-dür, y-də olacaq 3. X-y hasıl oldu 15. Cavabımız oldu B variantı. 8-ci sualda tərəfi 8 olan, daha doğrusu 10 olan bərabər tərəfli üçbucağın orta xəttlərini əmələ gətirdiyi üçbucağın perimetrini tapın. Biz bunu qayda kimi də deyə bilərik və yaxud da orta xəttin qaydasından istifadə edək, tapaq. Demək, bərabər tərəfli üçbucaqdır, hər birisi 10-dur. Bilirik ki, orta xəttin xəstəsi nə idi? İki tərəfin orta nöqtəsini birləşdirib, üçüncü tərəfə paralel olur. Yəni, bu ikisi bir-birinə bərabər, bu ikisi də bir-birinə bərabər. Və orta xətt paralel olduğu tərəfin yarısına bərabərdir. Demək, bu tərəf 10 olduğu üçün onun paralel olduğu orta xətt 5-dir. Bu tərəf demək 10 olduğu üçün paralel olduğu tərəf, yəni orta xətt 5-dir. Bu tərəf 10 olduğu üçün onun da paralel olduğu orta xətt olacaq 5. Bizdən də bu üçbucağın perimetrini istəyir. P də bərabər olacaq 3 vurulsun 5, 15. Keçək 9-cu suala. Üçbucağın xarici bucaqları 3, 4, 5 nisbətindədir. 3 hissəyə ayrılmışdır. Kiçik daxili bucağın dərəcə ölçüsünü istəyir. Demək, biz bilirik ki, üçbucağın xarici bucaqlarının cəmi 360 dərəcədir. İxtiyari çox bucaqlının xarici bucaqlarının cəmi 360 dərəcədir. 3x üstəgəl 4x üstəgəl 5x bərabərdir 360. Demək, 12x 360-dırsa x olacaq 30. 3-ü 30-a vuranda 90. Xarici bucağın biri 90. 4-ü 30-a vuranda 120. 5-i 30-a vuranda 150. Demək,
Xarici bucaq 90-dırsa, daxili bucaq onun qonşusu olduğu üçün digər daxili bucağımız, yəni bu da 90-a qonşu olan daxili bucağımız olacaq 90 dərəcə, yəni 180-dən 90 çıxdıq. 180-dən 120 çıxanda 60, 180-dən də 150 çıxanda 30. Yəni daxili bucağımız olacaq 30, 60 və 90. Kiçik istədiyi üçün cavabımız oldu 30. Və yaxud da buna şəkildə də baxa bilərik. Demək, 3 bucaqdır. Tutaq ki, biz buranı tapdıq 90 dərəcə, buranı tapdıq 150 dərəcə, buranı da tapdıq 120 dərəcə. 120-yə qonşu olan 60, 150-yə qonşu olan 30, 90-a qonşu olan 90 dərəcə. Kiçik daxili bucaq istədiyinə görə 30. 10-cu sualda iki oxşar üçbucağın sahələrinin nisbətini 16/49 verib hündürlüklərin nisbətini istəyir. Bilirik ki, sahələrin nisbəti uyğun ölçülərin nisbətinin kvadratına bərabərdir. Yəni və yaxud da oxşarlıq əmsalının kvadratına bərabərdir. Yəni sahələrin nisbəti 16/49-dursa, hündürlüklərin nisbəti 4/7 olacaq. 4/7 Y variantı. 11-ci sualda, yaxşı sualdır, maraqlı sualdır. Demək, üçbucağın iki tərəfi 14 və 12-dir. Aralarındakı bucaq isə 30 dərəcədir. 12, 14 arasındakı bucaq 30 dərəcə. Biz bunu demək tapa bilərik. S bərabərdir 2/1 AB sinus alfa ilə də. Bu mənə elə gəlir biraz çətin olar şagirdlər üçün. S bərabərdir 2/1 vurulsun 12 vur 14 vur sinus 30. Sinus 30'da da 2/1 alır. 2/1 ilə 14 gedir 7. 12-dən 2 gedir 6. 6-nı 7-yə vuranda 42. Sahəmiz oldu 42. Dediyim kimi, bu mənə elə gəlir ki, biraz çətin sualdır. Yəni, bu üsul çətindir. Daha yaxşı olar ki, hündürlüklə işləyək. Biz 14-də bir hündürlük çəksək, 30 dərəcəli, yəni burada düzbucaqlı üçbucaq əmələ gəlir. Bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. 12 isə yarısı olacaq 6. Demək, biz 14-də çəkilmiş hündürlüyü tapa bildik. Sahəmiz də 2/1 AH olduğu üçün AH-a. Olacaq S bərabərdir 2/1 vurulsun 14 vuraq 6. O da oldu yenə 42. Cavabımız oldu 42. 12-ci sual yaxşı sualdır. 9'lar üçün biraz maraqlı sualdır. Demək, bizə romb verib diagonalları 6 və 8'dir. Bilirik ki, rombun diagonalları bir-birinə perpendikulyardır və kəsmə nöqtəsində yarıya bölünür. 6-dırsa 3, 3, 8-dirsə bu diagonalımızda 4, 4 düşəcək. Burada da düzbucaqlı üçbucaq əmələ gəlir. Katetlər 3 və 4 olduğu üçün hipotenuza düşəcək 5. Yəni biz rombun tərəfini tapdıq 5. Rombun daxilinə çəkilmiş çevrənin radiusunu istəyirsə, radius da bilirik ki, hündürlüyün yarısına bərabərdir. Yəni rombun daxilinə çəkilmiş çevrənin radiusu hündürlüyün yarısına bərabərdir. Demək, bizim əsas vəzifəmiz, əsas işimiz burada hündürlüyü tapmaqdır. Hündürlüyü də nə cür tapa bilərik? Sahə ilə, yəni sahənin 2 dənə düsturuna istifadə edib tapa bilərik. Bir sahə düsturumuz 2/1 D1 D2'dir rombda. Bir də S bərabərdir A vur H-dır. Biz bunları bir-birinə bərabərləsək, olacaq A vurulsun H bərabərdir 2/1 D1 D2. Tərəfini neçə tapmışdıq biz? 5. Tərəfimiz 5. Diagonallarımız da 6 və 8. Yerinə yazaq. 5H bərabərdir 2/1 vurulsun 6 vuraq 8. 48 2'ye böləndə 24. 5H 24'dür. H olacaq 4,8. Hündürlük 4,8 oldu və biz də dedik ki, radius daxilə çəkmiş çevrənin radiusu hündürlüyün yarısıdır.
4'ün də 8 böl 2 oldu. 1,4, daha doğrusu 2,4. Cevabımız B variantı. Daha sonra 13-cü sualda parçanın əvvəlcə bir dənə parça çəkək. Parçanın əvvəlcə 50%-ni, yəni yarısını kəsdik. Kəsildi 50%. 50'si qaldı. Daha sonra qalan parçanın 90%. 50 qalmışdı. 50'ndə 90%-ni kəsdilər. Yəni 50 vurulsun 90 böl 100. 45%-ni bir kəsdilər. 45%. 50% bir kəsilmişdi, 45% də bir. Demək 5% qaldı. Və bizə deyir ki, qalan 30 metrdir. Demək 5% 30-dursa 100%-imiz olacaq x. X-i tapmaq üçün bilirik ki, 100'ü 30'a vurub 5'e bölməliyik. 30 vurulsun 100 bölək 5. 600. X bərabər oldu 600. Yəni bizə verilmiş, əvvəlcədən verilmiş parça 600 metrmiş. Keçək 14-cü suala. 14-cü sual çox rahatdır. Yəqin ki, hər kəs yaza bilər. 5x çıxılsın 20. 5x çıxılsın 20. Kiçik bərabərdir 0. Mənfi 20-ni sağa keçirsək 5x kiçik bərabərdir 20-dən. X də kiçik bərabərdir 4-dən. Yəni hər tərəfi 5'e böldük. Həllər çoxumuz olacaq. Mənfi sonsuzluq 4 aralıq. Burada doğru cavab yəqin ki, Y variantı olar. Sadəcə bu mötərizəmiz belə olmalıydı. Kvadrat mötərizə. 15-ci sual. Bizə bucaq 1 və bucaq 3-ün cəmini 100 verib. Baxırıq ki, bucaq 1 və bucaq 3 qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar da bir-birinə bərabərdir. 2 bərabər bucağın cəmi 100-dürsə, demək hərəsinə düşəcək 50 dərəcə. Yəni şəkildə çox da oxşamır. 50 dərəcə kör bucaq kimi görsənir, eybi yox. Demək, bucaq 1 və bucaq 3 oldu hər ikisi 50 dərəcə. Bucaq 4-də onların qonşusu olduğu üçün qonşu bucaqların da cəmi 180-dir. 180-dən də 50-dən çıxsa qalacaq 130. Yəni bucaq 4 oldu 130. Keçək 16-cı suala. Demək, bizə deyir ki, əbob n 20, 20'ye bərabərdir. N ala biləcəyi qiymətlərin sayını tapın. Bilirik ki, 2 ədədin əbobu həmin ədədlərdən birinə bərabərdirsə, digər ədədimiz verilmiş ədədin bölənləri olmalıdır. Yəni burada n 20'nin natural bölənləri olmalıdır. Hansılar ola bilər? 1, 2, 4, 5, 10 və 20. N ala biləcəyi qiymətlərin sayı olduğu 6. 17. 17-ci sualda isə tənliyin kiçik kökünü istəyir. Yəni, yəqin ki, hər kəs həll eləyə bilər. Sadəcə təkrar üçün uzun olsa da yazacağım. V terimindən də rahatlıqla tapa bilərik ki, cəmi mənfi 4/5, hasılı mənfi 5/5 olan ədədlər mənfi 5/5 və müsbət 1'dir. Kiçik kökdə təbii ki, olacaq mənfi 5/5. Amma təkrar üçün belə də deyə bilərik ki, diskriminantla tapa bilərik. B kvadrat çıx 4 vur A vur C. Yəni mənfi 11. D bərabərdir buradan 81 üstə gələk 88 169. X1 bərabərdir mənfi 9 çıxılsın 13 böl 2 vur 2. Mənfi 22'də 4'ə böləndə mənfi 5/5. Digər kökümüz isə olacaq mənfi 9 üstə gələk 13 böl 2 vur 2, yəni 1. Kiçik kök istədiyinə görə cavabımızı yenə deyirəm oldu mənfi 5/5. 18-ci sual.
Perimetri 32 olan beraber yanlar ABC üçbucağının B'nin medianı 7'dir. Demek biz birdən beraber yan üçbucaq çəkməliyik. Perimetri 32'dir. Adlandıraq. Daha doğrusu burada oturacağın AC olduğunu vermeliydi ama vermeyib. Yox, yəqin ki, hər kəs şərtin nə demək istədiyini başa düşüb. Demək, perimetr 32'dir, B medianı 7'dir. Birdən biz B medianı çəkək. Nəyə görə deyirəm? Çünki ola bilərdi ki, A-nı təpəbucağa verə bilərdi, B-ni, BC-ni oturacaq verərdi. Onda başqa bir hal alınır artıq. Demək, A götürək yan tərəfləri. B medianı bilirik ki, yəni median olduğu üçün bu tərəfi, yəni AC tərəfini yarıya böləcək. Dediyim kimi, biz onun demək istədiyi şərtə uyğun yazırıq. ABC üçbucağının perimetri olacaq A və A-nın cəmi 2A. Üzərinə gələk AC tərəfi, yəni 2x bərabərdir 32. A plus x-i tapırıq 16. Hər tərəfi 2-yə böldük, tapdıq 16. B-mi də verib bizə 7. İndi ABM üçbucağının perimetrini istəyirsə, yəni PABM istəyirsə, ABM üçbucağının tərəflərinə baxırıq. A-dır, x-dir və 7-dir. A plus x plus 7. A plus x cəmini tapmışdıq. 16 plus 7 bərabərdir 23. Cəmimiz olacaq B variantı. Dediyim kimi, bu sualda yəni AC-nin median AC-nin oturacaq olduğunu verməliydi bizə. Daha sonra baxaq 19-cu suala. 19-cu sualda isə yəqin ki, hər kəs çevrənin toxnanı və kəsəni haqqında xəstəni bilir. Demək, BA-nın, yəni toxnanın kvadratı bərabərdir. BC vuraq, BD olacaq. BA-nı da bizə x verdiyi üçün x-in kvadratı bərabərdir. 9 vuraq 16. 144 eləyir. X kvadrat 144 isə x olacaq 12. Cavab oldu A variantı. Yirminci sual. Bizə deyir ki, sürəti 24 olan düzgün olmayan kəsirlərin natural ədəd olması hadisəsinin ehtimalı. Sürəti 24 verir və düzgün olmayan kəsir olmalıdır. Demək, x kiçik bərabərdir 24-dən. İndi gəlin baxaq. Bunun natural ədəd olması üçün 24 gərək x-ə tam bölünə. X onda 24-ün natural bölənləri olacaq. Hansılardır? 1, 2, 3, 4, 6, 8, 12 və 24'ü də götürə bilərik. Çünki 24'də 24'də düzgün olmayan kəsirdir. Demək, nə qədər oldu? 4, 5, 6, 7, 8 dənə. Bizim əlimizdə də yəni 24 dənə düzgün olmayan kəsir var. Yəni sürəti 24 olan 24 dənə düzgün olmayan kəsir var. Onların 8-i natural ədəddir. Onda natural ədəd olması ehtimalı olacaq 24'də 8. Yəni 24 kəsirin 8-i naturaldır. 24'də 8, bu da verir bizə 3'də 1'i. Cavabımız oldu C variantı. Trapesiyanın kiçik oturacağı 9, orta xətti isə 12 olarsa 10 böyük oturacağını uzunluğunu istəyir. Yəqin ki, bu da hər kəsin məlum bir sualdır. Demək, kiçik oturacaq 9, böyük oturacağı bilmirik. Orta xəttə verib 12. Bilirik ki, x plus 9 böl 2 bərabərdir 12'yə. X plus 9 buradan olacaq. X plus 9 bərabərdir 24. X də bərabərdir 15.
Yəni P oturacağımız oldu 15. Cevabımız oldu B variantı. Demek 22. sualda maraqlı sualdır. Bizden demek ne istəyir? A'nı verib 4 üstündə 6, 10 üstündə 7, B'ni verib 2 üstündə 9, 10 üstündə 8, C'ni verib 8 üstündə 4, 10 üstündə 5. Biz bunların hər birinin əsasını 2'ye gətirə bilərik. 4 2 üstü 2 olduğuna göre 2 üstündə 2 vuraq 6 üstü 7 verəcək bizə. Elə bu olduğu kimi qalır. 8 də 2 üstü 3 olduğuna göre 3 də vurulacaq 4 üstü 5'e. Yəni 2 üstündə 3 vurulsun 4 üstü 5. Demək əsaslar eynidir. 2'lər tuluruq gedir. Biz demək 9 üstü 8, 2 vur 6 üstü 7 və 3 vurulsun 4 üstü 5'i müqayisə eləməliyik. Təbii ki 9'u 8 dəfə öz-özünə vurduqda digərlərini yəni 6'nı 7 dəfə öz-özünə vurmaqdan daha böyük bir qiymət alınacaq. Hətta 12'ye vursaq da belə. Yəni buradan göründüyü kimi B böyükdür A'dan, A da böyükdür C olacaq. Bizdən artan sırayla isə C, A, daha sonra isə B. C, A, B. C, A, B. Cevap oldu C variantı. Yirmi sual. ABC üç bucağı verib, MN verib. Baxaq, AM MB'ye bərabərdir. AM MB'ye bərabər, B'nin NC'ye bərabər. Demək M nöqtəsi AB tərəfin orta nöqtəsiymiş, N nöqtəsi də BC tərəfin orta nöqtəsiymiş. Orta nöqtələri birləşdirən bu MN parçası isə oldu orta xətt. Orta xəttin aradığı ikisi üçbucağın sahəsi verilmiş ABC üçbucağın sahəsinin 1/4-ə bərabərdir. Yəni ABC üçbucağının sahəsi 60 oldusa, onda AB'nin üçbucağının da sahəsi olacaq onun 1/4. Daha doğrusu MB'nin. MB'nin üçbucağının da sahəsi 60'ın da 4/1, yəni 60'ı 4'ə bölsək olacaq 15. Demək, bura oldu 15, bütöv 60'dır. MB'nin üçbucağının da sahəsi, elə bizdən onu istəyir. Cevabımız oldu B variantı. Elə bildim trapesiyanın sahəsini istəyir. Buranın da sahəsi təbii ki 60 - 15, 45 qalacaq. Bizdən dediyim kimi MB'nin üçbucağının sahəsini soruşduğu üçün cevabımız oldu B variantı. Sual. Üçbucağın tərəfləri 7 və 9'dur. Perimetr isə 26 olarsa tərəfi tapın. Yəqin ki bu da 3-cü sinif sualı olar. Hər kəs rahatlıqla yaza bilər. 7 və 9'dur. 3-cü tərəf bilmirik. X'dir. X plus 7 plus 9 bərabərdir 26. X plus 16 26'dırsa X də bərabərdir 10. Bu da sizin üçün hədiyyə bir sual. 25. İki zərri birgə atdıqda düşən xallar cəminin 7 olması hadisəsinin ehtimalı. 2 zər atırıqsa bilirik ki, mümkün halların sayı 36 olacaq. Yəni məxrəcdə biz mütləq 36 yazmalıyıq. 7 xallar cəminin 7 olması hallarına baxaq. Hansı hallar ola bilər? 1 6, 6 1, 2 5, 5 2, 3 4 və 4 3. Neçə hal oldu? 1 2 3 4 5 6. 6 hal olduğundan olacaq 36'da 6, yəni 6'da 1. Cevabımız oldu A variantı. Sağ olun, şəriklər.